Salam dostlar, ne vaxtı görüşmürük. Bugün iki başlık bağlamalarla gelmişəm sizə. Biri budur, biri budur. Uzun zamandır görüşməməyimizin səbəb biraz başım qarışıqdır. Yeni bir filma yazılmışam. Ona görə onunla məşğulam və inşallah ki bundan sonra davamlı gələr videolarımız biraz başım qarışıq idi və başlayaq ilk bağlamamızdan. Deməli bu nədir belə. Əslində videolar çəkib hazır qoymuşam, sadəcə editləmək qalır. Ona görə paylaşacağım bilmiyorum hələ ki. Vaxt eləyəcəksəm inşallah onları da paylaşacağım sizinlə. Bu hanımlarımız həmişə toyda olsunlar, şadlıqlarda görüşsünlər. Bu biraz xəstələnmişəm, üstünüzə sağlıq. Bu toy üçün olan, ziyafət üçün olan bir çantadır. Bundan əvvəl bunun qarasını gətirmişdim. Səhv eləmirəmsə gördüyünüz kimi işıqda görün necə gözəl parıldayır. Heç belə gözəl parıldayacağı aklıma gəlməz. İçinə belə şey qoyublar ki, yəqin ki əyilməsin, əzilməsin və içində belə bir sepi var. Bu. Koyduk kenara. Sonra bunu sizin için almışam. Kurdeleli şey var, şalvarlar. Mənə Tim'dan kurdeleli kopalı zakaz edib. Sipariş verib hanım. Və ona uyğun da bunları saçlarına hörəcək. Ya ağını mı, ya qarasını mı saçlı hörüklərin ucuna taxmaq fikri var. Mən də bir dənəsini istəmişdim. Mən də 2 dənə qız olduğu üçün dedim ki, hərəsi birini götürər. Biri birini götürər, biri də birini götürər. Bu da belə. Üzr istəyirəm. Keçək sıra. Mən bunları uşaq papağı bilib almışam. İnşallah ki, uşaq papaqları uşaqların başına belə olmaz. Düzü özümüzün almamışam sifarişdir. Sadəcə olaraq biraz böyük gəldi gözümə. Baxaq görək. Axıraram baxarıq görək necə olur. Bu da belə. Birində hətta qızım üçün almışam, bilmə. Yəni bu necə olacaq bunun başına. Bu deyil, bu 2 bacının papağıdır. Sonra görək belə bir ağıllı saatimiz var. 11 manata almışıq. Təbii ki müştərinin istəyindən alınıb. Rozlu rəngi alınıb. İçində kitabçası falan fiş mekanı var. Bilmirəm zaretkası var ya yoxdur. Gəlin baxaq görək. Yəqin ki belə tutanda zaretkası var. Aha. Yəni bu qiymətə gərək birində alım özümü. Belədir xanımlar, yəni işləyir hal-hazırda zaretkasını bilmirəm. Kamerasının şəkli belə var. Amma telefonla bağlıdır. Bu da belə. Söndürürük. Söndürmə tuşu da var burada. Yəni səsi də var. Bu da qolbaqlardır və 2 cütdür hətta. Çox yaxşı. 2 cüt, yəni biri xarab olandan birini tapsınlar. Biri taxan yeri belədir, birinki deşikdir. Bəyəndim əslində qiymətdən görə süper. Keçək buna. Bu da eynisidir, yəni 2 bacı üçün alınıb. Açmıram. Gördünüz ki necə bilirsə adlar da eynidir. Mən elə bilirəm içindələr də eynidir. Amma hər ehtimala qarşı qoyun açıb baxaq. Bunda bir dənə qolbaq var amma. Gördülər 2 dənə aram, birini qənaət ediblər yəqin. Budur. Keçək görək başqa nə var. Bunu açacağım əslində bəlkə də etik qaydaların kənarına çıxıram. Bunun 5 dənəsidir, səhv eləmirəmsə 1, 2, 3, 4, 5. 5 dənəsidir. Özləri tanınmış bir marka idi. Pambıqdır, yəni 95% pambıq uşaqlar üçün almışam. 10 manata yaxın idi, 960 idi, nə idi, belə bir şey. Səhvliklə deyirəm, əslində bunu başqa uşaq üçün almışam. Sonradan öz uşaqlarım üçün də aldım. Qarışdırmışdım, az qala yer dururdum. Və materialına da baxdım, yəni super idi. Bu açacağım axırda amma. Birinci bağlamamız qutardı. Bu planşet üçün kablodur. Belə bir şeydir. 6-7 manat arası alınıb. Görürsünüz yəqin ki. Məkanı biraz dəyişmişəm. Burada belə rahat olam deyə. Sözün açısına görə yeri dəyişdim. Sahə böyük olur burada. Buna görə da belə getdi. 6-7 manat üçün planşetə kablo məncə qiyməti normaldır. Bunu məndən bir xanım istədi. O da deyirsən TikTokda, nə bilim, Instagramda görmüşdü və desəz ki, bu nədir? Saçı rəngləmək üçün olan şampun. Sözün açığı burada olanlardan mən alıb işlətmişəm. Pis deyil. Əlcəyi də var sanırsam içində.
Bu da müəllimə xanım həmin özü imini bundan istədi ki, ola bilsin bunun firması fərqlidir. Orada yıldızlı satıcı. Dedi bəlkə firmasından fərqi olar, daha yaxşı olar. Yəni istifadə qaydasını bəlkə də bilənlər bilir, bilməyənlər üçün bir daha mən deyim. Quru saçımıza sürtürük, biraz gözləyirik. Üstündə yazılan qədər, bilmirəm indi bunun üstündə neçə dəqiqə yazıb. Baxın görüm yazılıb mı? Gözləyirik, sonra yuyuruq, ağ saçlarımız qaralır. Rəngləməyə ehtiyac qalmır, elə bir şey. Çünki bunu da elə rəng kimi qoyuruq. Sadəcə olaraq bir var, hər dəfə, hər 15 gündən bir 7-8 manat hələ ən ucuz günündən 7-8 manat kraskaya pul verəsən. Bir də var 16 manat şampuna pul verəsən və bu xeyli müddətdə istifadə edirsən. Əlbəttə ki, bu sərfəlidir, sərfəli baxımından. Amma keyfiyyət baxımından rəngin yerini tutur, onu deyə bilmərəm. Bu nədir? Mən almışam. Bir dırnaq ustası xanım var idi. Onun sifarişidir. Dırnaq ustalar bilən bilir. Deyəsən bu tozu altı yığmaq üçün olan bir vasitədir. Görmüşsünüz bəlkə də bir çox tarif modellərdə burası dəlidir. Toka taxmamı istəyirsinizsə taxaq yoxlayaq. Yəni yoxlayaq. Yəni başımızda uydinitimiz də var. Qoşaq. Da baxaq görək işləyir. Burası dəlidir. Bu tozu içeri verir yoksa üstte dağıtan tabii. Bu yani çölü üfürür. Bu tarafa daha çok gelir sözün açığı. Belki stolun üstünde olan da oraya gelir. Deyə bilmərəm. Bunu dırnaq ustalar daha yaxşı bilər. Belə. Gördüyünüz kimi bu da işləyir. Və belə bir torbası var. Yəqin onu da torbanın altına keçirirsən. Tozu yığır. Və belə. Sonra kapovkalayarıq. Və görək burada nələr var başqa. Xırda şeyler de var burada. Yani bunu da axırı alan oldu. Əslində sıçanın istəyirdi. Sıçan biraz bundan baha olduğu üçün sıçanısı 5 manat idi. Bu daha münasib qiymət idi. 2-3 manat idi. Desəniz bu nədir? Abadokdur. Çolkaları bunun içine qoyuruq. Elə bilinir ki, bu adamcığaz yoxsa dovşandım bilmirəm nədirsə, o sənin saçını yonur, əlində tutub dartışdırır. O təəssüratı bağışlayır. Yəni bu da belə bir abadokdur. Görməmişsinizsə bilmirəm indiyə kimi alan olub blogerlərdən və yaxud influencerlərdən xəbərim yoxdur. Amma bu da belə bir şey. Bəlkə də heç kəs də görmədiyinizi mən də gördüm. Ay, indi baxaq görək başqa nə var burada. Bunu da çıxardım. Burada da çıxardım. Bunu da çıxardım. Baxaq görək bu necə bir şeydir. Biraz sumkası vəsiləsindən ikincisi və görək bu necə bir şeydir. Bu əslində o birindən daha bahadır. Görün bunun da parıltısı süper. Qəşəngdir. Bunları özdə mən indirimli qiymətdən almışam sözün açığı. O birini hardasa 6-7 manat arası almışdım. Bunu da 8 manat arası almışdım. Yəni istəyənlər yorumda filan da yaza bilər və onlar üçün də indirimli qiymətlə gətirdə bilərik. Çox qəşəng. Əla. Beğendim yani kıymetine göre süper. Burada böyle sumkalar bilmirəm. Burada şeyini de görürsünüz. Kutumda arkadaşlar da yəqin ki gördünüz. Süper. Beğendim. Temu sen bir harikasın. Əla. Və paketlaması yani bağlaması da əladır. Bu da belə getdi. Gəldik. Kabloları axıra saxlayıram. Bu da tırnaq ustamızın şeydi, açmıram bunu. Deyilənə görə pilka materialdır böyük ehtimal. Tabanza üçündür. Şeyin başına, aparatın başına keçirilir. Böyük ehtimal ki, tabanda quruyan dərini çıxardırsan bundan. Bu pilkadır. Bu qədərinə hardasa 2, 4, 6, 8, 10. 10 dənəsinə 2-3 manat verdim deyə yadıma gəlir. Burada ama dənəsinə az qala 1 manat ağırıq. Qəti ağırıq yadımda deyil. Amma ki, bu qədərinə məncə 2-3 manat vermişdik. Görək ki, nədir belə. Bu da maraqlı bir şeydir. Bu saatdir. Ama qolbaqlı saatdir. Qolbaqlı saatdir. Belə açılır. Belə bağlanır. Belə. Burasında şey yerindədir. Ona görə hələ işləmir. Belə incə görünür. Qəşəng görünür. Sizcə də elə deyilmi? Qəşəngdir. Bəyəndim. Düzdür, qoluma baxmaqdan kameraya düzəməli baxa bilmirəm. Belə əlinə sallanır burası. Qəşəngdir. Bəyəndim. Belki bir de özüm aldım. Böyle. Bu da böyle gitti. Sertifikatı zaten üstünde. Sonra da Temu mallarını beğendiler bu insanlar. Ama beğenmeye de birazdan daşıyırıq. Böyle pis çıxmasın. Bunlar nədir desəniz?
Əslində mən bilirəm bunlar nədir, velosiped işıqlardır. Bir uşaq istəyib, yəqin ki, öz velosipedinə qoşacaq da, necə, nə cür bilmirəm, amma istəyiblər. Yəni belə şeylər də satılır, almaq da mümkündür. Bir də belə. Gəldik bu kabrolara. Birini 7 manata aldım, səhv eləmirəmsə, birini 6 manata aldım. Oppo 60. Oppo A60. Bir xanım var, öz yoldaşı üçün alıb. İstəyir belə kitab kimi olsun. Gördüyünüz kimi içində kart yeri var. Kart yeri var. İçi belədir. İnşallah düz telefondur. Kamerasını görməmişəm. İkisi də eyni forma olsa böyük ehtimal ki eynidir. Bu belə. Yəni burada məncə 6-7 manata belə kablo görməmişəm. Çünki 6-7 manata çox sadələri görürəm. Burası da kaşok kimidir bu arada. Hərəsinin amma keyfiyyəti fərqlidir və keyfiyyətlidir də. Onu deyim ki, bunu belə də qoymaq mümkündür. Bu arada onu da göstərim. Yəni istəyənlər ala bilər. Həmişə deyirdim, maraqlıdırsa linkini deyin, atdım. Yəni ki, daha o təklif eləmirəm, çünki heç biriniz yazmırsınız. Ona görə mən də atmıram. Nə də soruşmursunuz. İstəyən özü baxar, tapar. Abunə olsanız da sağ olun, olmasanız da sağ olun. Mən məqsədimə çatmışam artıq. Abunə olsanız çox şey görəcəksiniz, olmasanız da siz bilərsiniz. Sağ olun, salamat qalın.